Bizden Size kanalında her birinizi hoş gördük değerli izleyiciler. Bu videomuzda size xüsusi təyinatlı qəhrəmanımız haqqında elə şeylər deyəcəyik ki, qürur duyacağınızdan əminik. Bir zabit düşünün, düşmənin 185 nəfərə yaxın şəxsi heyətini tək başına məhv edib. Bir leytinant düşünün ki, bütün silahlardan istifadə etməyi bacarır və bu bacarığı ilə çoxlu sayda yaralı əsgərimizin döyüş meydanından çıxarılmasında müstəsna rol oynayır. Düşmənə göz açdırmır, yaralıları xilas edir. Kimdir bu qəhrəman? Sözün əsl mənasında yeni mübarizimiz bu igid Şuşa, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə hansı qəhrəmanlıqları göstərib? Düşməni necə vahiməyə salıb? Bu videonu hər kəs sona qədər izləməli və qəhrəmanımızı hamı tanımalıdır. Şəhidlik zirvəsinə ucalmış xüsusi təyinatlı Leytinant Vəliyev Elnur 1997-ci ildə Ucar rayonunda doğulub. Orta məktəbi Ucar rayonunda bitirib. 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alan qəhrəmanımız, Ali Hərbi Məktəbdə təhsilini başa vurduqdan sonra hərbi xidmətini xüsusi təyinatlılar bölüyündə davam etdirib. Yaşmanın leytinantı olan bu cəsur igidimiz haqda döyüş yoldaşı Leytinant Hümmətov Murad Bizden Size kanalına hər birimizi qürurlandıran qəhrəmanımız haqda şahidi olduğu hadisələri danışdı. Elnurla fəxr etməmək mümkün deyil. Leytinant Hümmətov Murad deyir. Sonuncu dəfə Şuşanın Çanaqlı kəndindəki döyüşlərdə Elnurla çiyin-çiyinə döyüşürdük. Elnurun 3 yaralı əskəri vardı. O yaralıları düşmənin maşını ilə təxliyə etmək üçün kəndin aşağısına bizim mövqələrimizə tərəf getdi ki, sanitarkanı çağırsın. Elnur sanitarka ilə gələndə başqa yolla gəldi ki, düşmən onları vura bilməsin. Həmin istiqamətdə tank əleyhinə miniyə düşdülər və Elnur orada şəhid oldu. Elnur saysız hesabsız düşmən texnikasını məhv etmişdi. Çoxlu sayda yaralı əskəri atəş altından tək başına xilas etmişdi. Elnurun istifadə edə bilmədiyi silah yox idi. Tank əleyhinə bütün silahlardan, snayperdən, hətta raket atarlardan da istifadə edə bilirdi. Bundan başqa Elnur çoxlu sayda əsir də tutmuşdu. Əsirlərin dindirilməsində, onlardan düşmən mövqelərinin dərinliklərində olan hərbi məlumatların öyrənilməsində də Elnurun xidmətləri yüksəkdir. Elnur düşmən haqda yuxarı komandanlığa əvəzsiz kəşfiyyat məlumatları ötürürdü. Biz xüsusi təyinatlılar müharibənin hər günü ön cəbhədə, düşmənin dərinliklərində döyüşürdük. Biz Çanaqlı istiqamətində meşəyə daxil olaraq çox sayda düşməni məhv etdik. Çanaqlı kəndinə müqəddəs bayrağımızı sancan Elnur oldu. Bayrağı sancmamışdan əvvəl Elnur və əskərləri kənddə antiterror əməliyyatları aparırdı və qısa müddətdə təmizlənmə işlərini həyata keçirdilər. Həmin vaxt bizim 3 əskərimizi düşmən snayperi vurdu. 3 əskərimiz yaralandı, biri isə şəhid oldu. Yaralıların atəş altından çıxarılmasında, xilas edilməsində Elnur xüsusi igidlik göstərdi. Bəhs etdiyim döyüş tapşırığında Elnur snayper və PK silahlarından istifadə edərək düşmənə göz açdırmadı. Yaralıların xilas əməliyyatı Elnura tapşırılmışdı. O bu tapşırığın öhdəsindən öz xüsusi igidliyi ilə layiqincə gəldi. Elnur hər zaman Xocalının qisas hissi ilə yaşayırdı. 30 gün döyüşdü və əmin olun ki, bu 30 gündə Elnur qisasımızı düşməndən artıqlaması ilə ala bildi. Düşmən Elnura pusku qurmuşdu və bu pusku nəticəsində Elnur Şuşanın kəndində tank əleyhinə miniyə düşərək qəhrəmancasına şəhid oldu. Allah dostum və döyüş yoldaşım Elnura rəhmət eləsin. Atasına və anasına, yaxınlarına, qohumlarına Allahdan səbir diləyirəm. İnşallah mən də tezliklə sağalıb yenidən vətənimə xidmət edəcəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza isə Allahdan şəfa diləyirəm. Dəyərli izləyicilərimiz, bildiyiniz kimi sosial şəbəkələrdə və bir çox yerlərdə Elnur haqqında çoxlu məlumatlar var. Həmin məlumatlarda qeyd edilir ki, Elnur 185-dən çox
düşmən əskərini tək başına məhv edib. Dəyərli izləyicilərimiz, Elnur haqda sosial şəbəkələrdə hətta bir çox məşhurlar da paylaşım edib. Yaxın dostlarından birinin dediyinə görə, bu paylaşımlar Elnurun həddindən artıq yaraşıqlı oğlan olduğu üçün edilir. Onlar Elnurun daha çox döyüş yolunun işıqlandırılmalı olduğunu deyirlər. Başqa bir məlumatda isə bildirilir ki, Elnur dəfələrlə düşmənlə əlbəyax olub, yalın əllə düşməni zərərsizləşdirib. Elnurun ən böyük arzularından biri də Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək olsa da, bu arzusu həyata keçməyib. Şuşa əməliyyatından qabaq şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin. Əziz izləyicilərimiz, bu videomuzun da sonuna gəldik. Allah şəhidlərimizə rəhmət eləsin. Bizi izlədiyiniz üçün təşəkkürlər. Allah müzəffər ordumuzu qorusun.